Bərdədə faciəvi hadisə baş verib. Rayonun Tumaslı kənd sakini Aytən Fətəliyeva və onun nəvəsi Sadiq Nəcəfov dəm qazından zəhərlənərək ölüblər. Məlumata görə nənə nəvəsini çimizdirərkən hamamda dəm qazından zəhərləniblər. Meyitlər məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyinin Bərdə morquna aparılıb. Tibbi ekspertizadan sonra ailəsinə təhvil verilib. Şəkidə 2 avtomobil toqquşub. Hadisə Şəki-Qax avtomobil yolunun rayonun İncə kəndi ərazisindən keçən hissəsində baş verib. Belə ki, hərəkətdə olan 2 minik avtomobili toqquşub. Nəticədə bir neçə nəfərin xəsarət aldığı bildirilir. Yaralılardan 2 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb və onlar əraziyə çağırılmış. Şəki rayon Dövlət Yanğından Mühafizə hissəsinin yanğın söndürən xilasediicilər tərəfindən çıxarılaraq əraziyə cəlb olunmuş təcili yardım avtomobili ilə Şəki rayon mərkəzi xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.